Salam, coğrafiya 8-ci sinif kiçik summativ qiymətləndirmə nömrə 4 üzrə nümunəvi suallara baxırıq. Birinci sualımız. Yer səthində mövcud olmuş ilk geniş quru sahəsi adlanır. Deməli, ilk geniş quru sahəsi Pangeya materikində mövcud olmuş, ilk okean isə Pantalassa okeanı idi. Yəni, bu düzgün cavab A bəndi olmalıdır. Litosfer tavalarının bir-birindən yaxınlaşma sərhədləri adlanır. Deməli, litosfer tavalar həm bir-birinə yaxınlaşa bilər, həm bir-birindən uzaqlaşa bilər. Uzaqlaşma sərhədi divergent, yaxınlaşma sərhədi isə konvergent sərhəd adlanır. Üçüncü sual. Süxurların nisbi yaşını təyin etmək olar. Deməli, süxurların bir mütləq yaşı var, bir də nisbi yaşını. Süxurların mütləq yaşını radioaktiv maddələrin parçalanma dövrünə görə tapmaq olar. Süxurların nisbi yaşını isə canlı orqanizmlərin daşlanmış qalıqlarının yatım arıdıcılığına görə süxurlarının nisbi yaşını tapmaq mümkündür. Kiçik litosfer tavasını təyin edin. Deməli, Afrika, Şimali Amerika, Antarktida və Avrasiya böyük litosfer tavalarıdır. Ərəbistan isə kiçik litosfer tavasıdır. Qədim Gondwana qurusundan ayrılmış müasir materiklər hansılardır? Deməli, bayaq biz qeyd etdik ki, ilk quru sahəsi Pangeya idi. Amma daha sonra Pangeya Paleozoy erasında iki yerə bölündü. Lavrasiya və Gondwanaya. Lavrasiya Şimali Amerika və Avrasiyada əmələ gətirdi. Gondwana isə qalan 4 materiki, yəni Şimali Amerika və Avrasiya, Lavrasiyanın hissələridir. Şimali Amerika, Şimali Amerika. Gondwana isə Antarktida, Avstraliya, Afrika və Cənubi Amerikaya parçalandı. Yəni düzgün cavab D bəndə olmalıdır. Tets okeanı qalıqları olan su hövzələri. Deməli, Tets okeanı qalıqları bizim Xəzər dənizi, Aral gölü, həmçinin Qara dəniz, Aralıq dənizi, Azov dənizi, Mərmərə dənizi bunlar Tets okeanının qalıqlarıdır. Daha sonra Afrika və Ərəbistan litosfer tavalarının toqquşması ilə Avrasiya ilə Tets okeanı yox oldu. Onun yerində həmin su hövzələri formalaşdı. 7-ci sual. Yerin tektonik hərəkətin nəticəsində enmiş əraziləri təyin edin. Yəni, yer səthində baş verən hərəkətlərlə bəzi ərazilər qalxır, bəzi ərazilər enir. Şimal dənizi enən sahələrə aiddir. Marian çökləyi enən sahələrə aiddir. Kür əraziləri enən sahələrdir. Digər dağlar isə cavan dağlar və qalxan sahələrdir. Düzgün cavab 2, 3, 6, yəni A bəndi olmalıdır. 8-ci sual. Alp-Himalay qurşağının yaranmasına səbəb olan litosfer tavalarını təyin edin. Deməli, bayaq da dediyimiz kimi Avrasiya litosfer tavası ilə Afrika, Ərəbistan və Hind-Avstraliya litosfer tavaları gəlib toqquşur. Yəni 2, 3, 4, 6 olmalıdır burada düzgün cavab, yəni A bəndində göstərilib. Sonra 9-cu sual. Uyğunluğu müəyyəndir. Materik tipli yer qabığına malik litosfer tavaları. Deməli, materik tipli yer qabığına malik litosfer tavalarına biz Ərəbistanı misal göstərə bilərik. Okean tipli yer qabığına malik litosfer tavalarına Sakit okeanı və Filippini göstərə bilərik. Həm materik, həm okean isə Antarktida və Avrasiya. Deməli, materik tipli 1-ə aid olmalıdır B, 2-yə A və D, 3-ə C və Y. Yəni düzgün cavab B bəndində göstərilib. Sonuncu 10-cu sualına baxaq. Materik tipli yer qabığına malik olan iki litosfer tavasının bir-biri ilə toqquşması nəticəsində yaranır. Okean tipli yer qabığına malik olan iki litosfer tavası bir-birinin kənarlaşması nəticəsində yaranır. Materik tipli və okean tipli yer qabığına malik olan iki litosfer tavasının bir-biri toqquşması nəticəsində yaranır. Deməli, Şimali Atlantika silsiləsi litosfer tavalarının bir-birindən ayrılmasından əmələ gəlib. Bir-birindən ayrılıb, əsasən Şimali Amerika və Avrasiya litosfer tavaları bir-birindən ayrılıb və ortada Şimali Atlantika silsiləsi əmələ gəlib. Yəni, bunu biz divergent sərhədə qeyd edə bilərik, ayrılması hissəsini. Sonra Alp-Himalay qurşağına aid olan dağlar, yəni bu toqquşmasıdır. İki materik tipli litosfer tavalarının bir-biri ilə toqquşması nəticəsində əmələ gəlib. Burada B 1-ə aid olmalıdır. Peru çökəkliyi materik və okeanın toqquşması ilə əmələ gəlib. C. Pasxa adası yenə divergent, yəni ayrılma sərhədində əmələ gəlib. Xüsusilə Pasxa adası Naska və Sakit okean litosfer tavalarının sərhədində yerləşir. Aleutnovu isə materik və okeanın toqquşmasından əmələ gəlib.
Y bəndi də bura aid olmalıdır. Deməli, düzgün cavabımız B, AD və CY şəklində olmalıdır. Düzdür, burada A bəndi Şimali Atlantika silsiləsi iki okean tipli yer qabuğuna malik olan Sovet hava kənarlaşmasına yazdıq biz. Amma əslində o Şimali Amerika və Avrasiyanın bir-birindən ayrılmasından yaranıb, amma onların okean tipli hissəsinin, yəni ayrılmasının nəticəsində əmələ gəlib.